pis deyil. Bayram süfrəsində nə qədər xərci çıxdı? Valla belə minimum deyəndə hardasa bir 120 manat. Qiymətlər normal idi, yoxsa artmışdı? Yox, bahaçılıqda düzdür, baha da olmağına. Amma baxır da özün bişirəndə ucuz başa gəlir. Ancaq alınanda çox bahadır. Vallahi yaxşıdır, Allah'a şükür. Dolanışı yaxşıdır, yaxşı gedir, əla, süper gedir. Yaxşıdır. Yaxşı. Əhval-ruhiyyə var. Hər il yox idi, amma bu il nə isə var elə bil. Hələm açığı heç nə eləməmişəm. Bu gündən başlayacağam. Biz əslində 20-si 21 eləyirik adətlə belə. Amma axır çərşənbəni elə belə keçiririk. Başa hər şey bahadır. Hər dəfə də bahalaşır. Bizimkilər niyə belə eləyir? Bayram vaxtı hər şeyin qiymətini qaldırır. Niyə? Adi gündəki kimi satın da, nə fərqi var? Öz millətimizə satırıq da. Düz deyil. Hələ hesablamamışıq. Orta, keçən iki səviyyədədir. Biraz bəzi məhsullar var ki, bəli, qiymətlər qalxıb. Belə deyim də, yəni keçənlə müqayisədə yüksək çıxdı. Ən azı necə deyim, o çərəzlərin qiymətində, ən azı yağların qiymətində təsiri var. Yaxşı şükür. Onu evdə tənzimləyirlər, mən bilmərəm onu. Sizcə qiymətlər bahadır, yoxsa normaldır? Bahadır. Çox həddindən artıq bahadır. Yaxşı getmiş. Niyə? Nə bilim, Bayram süfrəsində nə qədər xərci çıxıb? heç eləməmişəm hələ. Bərbad. Hər şey çox bahaçılıqdır. Dəhşət bahaçılıqdır, dəhşət. Yəni hamının ayrazıdır. Yaxşı, Bayram süfrəsində nə qədər xərci çıxıb? lap qəşəng, lap yaxşı. Belə də yaxşı. Məncə yaxşı damda. Heç hesablamamışam. Məncə artmışdı bəzi şeylərdə. Valla hər kəsin öz büdcəsinə görə, imkanına görə. Təxminən yəni ortalama hesabla hər bir süfrədə ən azı bir 100 manat çıxmalıdır, ən azı. Orta hesabla da, amma varlılar öz büdcəsinə görə, olmayanlar da yəni orta təbəqə ən azı bizim kimi köməkli göstərmə lazımdır. Biraz bahaçılıqdır. Belə də orta səviyyədəyim. Bayram süfrəsində nə qədər xərci çıxıb? Oy, bu biraz çətin sual oldu. Hardasa bir 150-200 arası. Yo, bağlaşma hiss olunur qızım. Hiss olunur.